Salam uşaqlar. O səhifə 41 ilə davam edirik. Səhifə 41-də olan 3 məsələdən mən sizə kömək eləyəcəyəm. Bəzən burada heç o məsələ kimi yox, misal kimi göstərilib. Hər halda məsələ kimi mən onu təqdim eləyirəm sizə. Səhifə 41-də, 40-41. Səhifə 41-ə baxırıq, görürük ki, birincidə nə deyilir? Əvvəlki diaqramda verilmiş cədvələ əsasən sualları cavablandırın. Diaqramı göstərəcəyəm sizə indi ki, aylar üzrə dəyişən və dəyişməyən xərclər nə qədərdir? Diaqram bax budur uşaqlar. Dəyişməyənlər yaşıl rəngdə göstərilib. Məsələn, telefona aylıq 3 manat ödənilir. 30 manat internet xərcidir. 50 manat məşğələ və dərnəklərə verilir. Evdə bir hansı bir uşaq üçün, övladları üçün. 3 dənə dəyişməyən var yaşıl rəngdə. 1, 2, 3. Qalanlar isə dəyişən xərclərdir. Mən indi məsələni izah eləyənə qədər bunlardan da məlumatınız olacaq. Deməli, dəyişən və dəyişməyən xərclərin cəmini soruşur. Nə soruşur bizdən? Aylar üzrə dəyişməyən xərclərin nə qədərdir? Dəyişilməyən xərclər nə qədərdir? Ailənin aylar üzrə həm dəyişəni, həm dəyişməyəni ümumi tapmalıyıq aylar üzrə. Ailənin ümumi xərci nə qədərdir? Həm dəyişən, həm dəyişməyən bir yerdə. Ailə 1900 manat alarsa 4 ayda yığımı nə qədər olacaq? İlin sonuna qədər olan müddətdə ailənin xərcləri 4 ayda olduğundan 2 dəfə çox oldu. İlin sonunda ailənin böyüyü başda olmaqla ailə 10.000 manatlıq maşın almaq istəyir. Görüm o yığdıqları pul ona çatarmı? Yığım yığdıqları pulun məbləği deməkdir uşaqlar. Deməli, başlayırıq. Biz həm dəftərdən başlayacağım uşaqlar, həm də ki, başlayıram kitabda olan, deməli, kitabda olan göstərirəm sizə cədvəli. Cədvəl və dəftərlə birlikdə başlayırıq. Suallarımız elə dəftərdə var, kitabdan yox, daha mən dəftərdən oxuyacağım sizə. Məsələn, yanvar ayında, yanvar, fevral, mart, aprel, yanvar ayında dəyişən xərclər nə qədərdir? Baxıram bura, yanvar ayında dəyişən xərclər 320, 110, 27, 100, 330. Bax, bu dəyişən ağ rəngdə olandır. Bunları toplayıb ümumi dəyişən xərclərin cəmini yazacağam. Mən bunu burada dəyişən xərclərin cəmini ümumi qaralamada mən hesablamışdım. 320, 110, 27, 100, 330. Bunları toplamağa bir də vaxt sərf eləmirəm. Bax, bunları toplamışam. 320, 110, 27, 100, 330. Dəyişən xərcləri toplayıram. Burada toplamışam. Qaralamada sizə də göstərirəm. Bax, bunlardır. 887 manat. Hara yazacağam? Yanvar ayına. 887 manat. Fevral ayında nə qədərdir? Bəs həmin dəyişən xərclər. Fevral ayına baxırıq. 330, 115, 30, 80, 365. Bunları da həmin qaydada fevral ayı içində bax belə toplamışam. 330, qoy bu hissəni mən sizə göstərməyim. Bax belə. 330, 115, 30, 80, 365, 920. Bunu da buraya yazacağım. 920. Dəyişən xərclər. Bu 920-nin içində nə var? 920-nin içində var ərzaq, mobil telefonun pulu, danışıq pulu, geyim də var. Həm bunun, həm də bunun içində. Bunda yanvar ayında, bunda fevral ayında. Ayaqqabı, sonra digər xərclər, nəqliyyat xərcləri, istirahət xərcləri, təmir xərcləri və müalicə xərcləri. Bax, yanvar ayında bu qədər işlənib, fevral ayında bu qədər. Bəs dəyişməyən xərclər nə qədərdir?
Bunu kitabdan hesablayaq. Yaşıl rəngdə olan 3, 30, bu da 50. Toplasaq 50 ilə 30 eləyər 80. Bu da 3, 83. Yanvar ayı üçün, fevral ayı üçün. Dəyişməyəndirsə dəyişməyəcək. 50, 30, 80. Bu da 3, 83. Mart ayı içində 50, 30, 80. Bu da 3, 83. Aprel ayı içində 50, 30, 80. Bu da 3, 83. Deməli, hamısında dəyişməyən xərclər 83 manat oldu. Dəyişmir axı, adından məlumdur. 83 manat. Bunlar da manat. Tam M hərfini yazmıram. Cədvəli özüm tərtib elədim belə. Ki, sizdə bu cür asan olur. Deməli, ümumi xərc. Bu ikinci sual idi. Məsələnin ikinci sualı o idi ki, ümumi nə qədərdir? Yanvar ayında, tutaq ki, dəyişilməyən xərclə, dəyişən xərclə, artıb azalan xərclə, dəyişməyən xərc. İkisinin cəmi yanvar ayında nə qədər olub? 970. Burada karandaşla yazmışam mən, əvvəldən hesablayıb. Bunları toplasaq 970 verəcək bizə. Bəs fevral ayında nə qədər olub? 920, bu da 83. 1003. 3 manat. M həmişə yaddan çıxır. Manat M deməkdir. Mart ayında da mən əvvəldən hesablayıb yazmışam. Aprel ayında da 943. Ən az aprel ayında azalıb elə bil ki, xərclər. Ən çox fevral ayında olub. Yox, mart ayında 11.000-ə, 1100-ə çıxıb. 11.000 yox, 1100. Burada da 1003. Aylıq gəlir 1900 manatdır. Yəni ki, evə gələn gəlir, ata-ana işləyir və yaxud da ata tək işləyir. Evə gələn aylıq pul 1900 manatdır. 4 ayda ailənin yığımı nə qədər olar? 4 ayda. 4 ayda, baxaq görün 4 ayda nə qədər pul gəlib? 1900-ü vuraq 4-ə. 1900 vururuq 4-ə. Sizinlə bax, birlikdə burada eləyirəm ki, 4 ayda soruşur da yığım nə qədər olar? Birinci gəliri tapaq. 0, 0, 36, 3 yadda 7600 maaş gəlib evə. Bundan çıxıb xərclər. Bax, bunların 4-ünün cəmi. 1, 2, 3, 4. Bu nə qədərdir? İndi mən bunu burada toplayıb sizə deməliyəm ki, nə qədər çıxıb. Bunu məsələn mən eləməmişəm. İstəyirəm sizlə eləyəm burada. Sizinlə eləyim deyəndə ki, bana 4-ünü toplamalıyam. 970 ilə 1003'ü toplasam 1973. Bu ikisinin cəmi. 1973. Ben burada kalkulyatoruna hesablayıram. 1973 üstə gələk 1133. 1133. Onun da üstüne gelirik 943'ü. Üstə gələk 943. 43. 4049 oldu. Deməli ki, ümumi bunların cəmi olur. Bunları toplayanda ümumi xərc 4049. Bəs bunları mən burada yazım. İndi bir-bir yazım. 970. Bu böyük rəqəmi yuxarıda yazaq. Yox, qoy qalsın belə elə. Üstə gəl. 1003, 1133. Birdən də var 943. Bunları toplayanda olur 4049. Deməli, bu 3 dənə 3, 9. Bu da eləyər 7, 7, 14. Bir yadda. Sonra da 2 yadda. 4049. Ümumi bu qədər gəlib. Evə gəlir. Bu qədər də işlənib 4 ayda. 7600-dən
ümumi gələn maaşdan çıxırıq nə qədər işlənib? 4049-u. 4049-u. Hər halda hər bir ailədə belə bir hesabat aparmaq bir ailəni düzgün idarə etməkdir. Bunu təkcə elə 4-cü sinifdə, təkcə bunu elə məsələni həll eləmək kimi başa düşməyin. Bu bir idarəçilik üsuludur evdə. Valideynlərin bilməyi daha yaxşıdır. 10-dan 9 çıxsaq 1, 9-dan 4 5, burada qaldı 5-dən 0 5, bu da 7-dən 4 3. 3551 manat qalır, gəlir qalır evdə. Bu qazanc qalır. Yəni ki, bu yığımdır. Yığım bax budur. Mən bunu istəyirəm bir qırmızı ruçka ilə götürəm. Bax bu yığımdır. Soruşurdu ki, nə qədər yığmaq olar 4 ayda? 3551 manatı evin böyükləri, ata, ana qoydular. Bir siz keçmişsiniz orada daxıl. O vaxtda daxıl 2-ci sinifdə keçmişsiniz. Sehirli daxıl, nə bilim. Adi, sadə daxıl. Yığılıb belə pul saxlanılır 4 ayın qazancı. İndi ikinci sualda nə deyilir? Kitabda deyilir ki, D bəndi. Mən bunları şərti olaraq sizdə nöqtələr qoyulub. Mən bunu D bəndi. A, B-də ümumini soruşdu. C-də aylıq gəlir bu qədər olanda yığımı soruşdu. 3551 manat. Dördüncüdə nə soruşur? Dördüncünün verdiği sual biraz gəlizdir uşaqlar. Burada soruşur ki, dördüncü. Mən bunları 4 bənddir. 1, 2, 3, 4. Nöqtə yox. A, B, C, D. İlin sonunda, ilin sonuna neçə ay qalıb? 4 ay əvvəldəndirsə, 8 ay qalıb da uşaqlar. 4 ayı biz hesabladıq. 8 ay qalıb. 8 ayda 2 dənə 4 ay var da. 2 dəfə çox olacaq. Çıxar. Onda ailə sonunda 10 minlik maşın ala bilərmi? 10 minlik maşın almağa pulu çatar mı ailənin? Bax, bunu hesablamalıyıq. Bax, budur sual. Bu, axırıncı C bəndidir. Mən burada onu C, A, B, C, D bəndidir. Onu hesablamışam. 4 ayda ailənin xərcləri, bax, bunları burada toplayıb yazırıq. Burada da mən yazmışam. Bunları alt-alta toplayıb yazmışam. Burada isə qabaq-qabağa 4049. Sonraki 8 ayda bir ilin tamam olması için 8 ay qalıb. Bundan 2 dəfə çox oldu. 4049'u 2'ye vurmuşam. 8098 oldu. Çıxara. Gəlir yox. Hələ ki bu xərclənən xərcdir. İşlənən kommunal xərclərə, yeməyə, içməyə, geyimə, telefona, nə bilim, yaxlar saydım onların adlarını, mən bir qədər əvvəl bundan saydım. Bir il üçün xərclər, bu gəlirdi. Bir il üçün xərclər nə qədər olacaq? 4 ayın xərci bu. Üstəgəl 8 ayında xərci bu. Bu da eləyir 12.000. Bax, burada karandaşla hesablayıb yazmışam, vaxt yetməsin. Üstündən gedirəm. 12.000. 4 ayın xərcini buradan bu 4 dənə ümumi bunları toplayıb yazmışdım. 12.147 manat. Bu bir ilin xərcidir. Manat. Bəs görəsən ailə 1900 manat pul alır. 1600 idi, 1900 idi. 1900 manat alır. 1900 manat alır. 1900'ü vururuq 12 aya. 1900'ü vururuq 12'yə. Çıxırıq. Bir ildəki çıxarı. Çıxarımız bax budur. 12.147. 12.147. İndi mən yenə də bunu kalkulyatorla hesablayım. Sizə burada deyəcəyim uşaqlar. Deməli 1900 vur 12. 1900 vurulsun 12'yə bərabərdir. Eləyər 22.800.
Bax, bunun cavabı oldu, bərabərdir. Bax, bunun cavabı 22.800. Çıxırıq 12.147-ni. 12.147 il boyu xərclənəndir. Bax, bu 12.147. Ben belə deyirəm, amma təkrar başa düşməsəniz, bu mütləq lazımlı bir şeydir. Bunu çıxaq görək, nə qədər alarıq? Deməli, buradan 22.800 çıxılsın 12.147 12.147 bərabərdir. Bu da eləyər 10.653 10.653. Ala bilərmi? 10 minlik maşını ala bilərmi? Ala bilər. Hələ 653 də artıq qalacaq pulları. Cavabda nə yazırıq sonda? Cavab bu hər halda axırıncı D bəndinin cavabıdır. Bütün məsələnin cavabı deyil. Sonda olduğu üçün yazıram. Ala bilər. Maşını ala bilər. Belə yazaq. Maşını ala biləcəklər. Nəyin sayəsinə? Düzgün qənaət edib pullarını yığmağın sayəsinə. Ala biləcəklər. Biləcəklər. Bu bizim birinci məsələmiz idi. Çox vaxt apardı. Çox uzun bir məsələ idi. İndi ikiyə baxaq. Bu bank məsələsidir. Bankdan götürülüb 9.000 manat kredit. Kitabda necə var, elə də yazmışam. 9.000 manat kredit alıb. Bir il müddətinə alınıb kredit. Kredit də odur ki, uşaqlar, siz indi bilmirəm, 4-cü sinifsiz, hər halda biraz eşidərsiz, ya eşitməyənlər də indi izah eləyirəm. 9.000'i verib elə 9.000 qaytarılmalı deyil banka. Bank öz deməli ki, pulunu üstünə biraz pul qazandırmaqdan ötürü biraz çox pul, az pul verir, çox pul qaytarılmalıdır banka. Nə qədər qaytarılmalıdır? %15'i. Yəni 9.000'i 100'e bölürük, 15'e vururuq. 9.000 bölünsün 100'e, vurulsun 15'e. Bu qədər artıq pul istəyir bank sonda. 100'e bölsək 90, yəni burada 2 sıfır varsa 100'e böləndə, buradan da 2 sıfırı götürüb aparır. Qalmır. Qalır 90. 90'ı vururuq 15'e. Görək bank nə qədər artıq pul götürəcək? 90'ı vuraq 15'e. Bu da bərabərdir 1350. 1350. 350. Deməli 9.000 götürübsə, bankdan kredit götürən adam 9.000 götürübsə, üstünə bunu da gəlməlidir qaytaranda. Nə qədər əlavə qaytaracaq? Bax, əlavə 9.000'i də qaytaracaq. Hələ bax, bunu da qaytaracaq. Həmin məsələnin ikinci hissəsi də var. Samir'in atası 630 manatlıq telefonu 6 ay ərzində götürür. 6 ay ərzində nəqd almağa gücü çatmır, pulu çatmır. Samir'in atası 630 manatlıq telefonu 6 ay ərzində telefon mağaza ilə danışır. 6 ay ərzində deyir ki, mən bunu pulunu verəcəyəm. Yenə də mağazanın sahibi və yaxud da onu satan 630'u elə mənə hissə bölüb 6 aya qaytarmaq yoxdur, üzərinə pul qaytarmalısan, əlavə pul verməlisən. Elə bir kreditin qaydası var. 630'un 6'da 1 hissəsini artıq ödəməlisən. 630'u bölür 6'ya, 630'u bölək 6'ya 105 manat. Birə də vursaq 105 manat eləyəcək. 105 manat, 630 manatlıq telefon alırsan, 735 manat verməlisən.
ödəməklə razılaşdı. Bəli, 6da 1 hissəsini də əlavə eləyir, razılaşdı. Ata ümumiyyətlə mağazaya nə qədər pul ödəyəcək və ödəməlidir? 630 deməli ödəyəcək telefonun pulunu, üstünə gələcək 630'un 6'da 1 hissəsini bölürük 6'ya, vururuq 1'ə. 1'ə vururuq. Bu da eləyir 630 üstə gəl. Bunu da hesabladım. 105 oldu uşaqlar. 105. Bu da eləyir 735 manat. Ata nə qədər qaytaracaq? Samirin atası nə qədər mağazaya sonda nə qədər pul ödəyəcək? Ümumilikdə 735 manatdır. 6 ay ərzində aldığı üçün 735'i 6 yerə bölüb hər ayda nə qədər qaytarmalıdır, qaytaracaq. Amma bunu bizdən məsələ onu tələb eləmir ki, biz hər aya nə qədər düşür onu tapaq. Onu istəmir məsələ. Ancaq istəyir ki, cəmi nə qədər qaytaracaq? 735 manat. Üçüncüyə baxırıq. Məsələ 3. Ot biçən alır. Bir şəkildə də var ot biçənin şəkli. Deməli, fermer, yəni kənd təsərrüfatı ilə məşğul olana fermer deyirlər. Belə bir ot biçən alır. Qiyməti 800 manatdır. Ot biçənin qiyməti. Ardını isə mən məsələni qısa formada yazmışam. Görək, soruşur ki, o texnikanın pulunu kreditlə ödədiyi halda nə qədər əlavə ödəyəcək? 800'dən nə qədər əlavə ödəyəcək? Deməli, birinci məsələmizdə öyrəndik ki, bu məsələdə telefon alan 105 manat artıq ödəyəcək. Görək, bu fermer ot biçən alan nə qədər ödəyəcək? Hər ayda 216 manat ödəməklə fermer 4 ayda cəmi nə qədər pul ödəyəcək? 216'nı vuraq 4'ə. 4 aya ödəyir. 216 vur 4'ə. Bu da bərabərdir 864. 200'ü 4'ə vursam 800. 16'nı da 4'ə vursam 64 eləyər. 864 manat. Cəmi nə qədər pul ödəyəcək? Fermer 4 ayda cəmi hamısını soruşur. Burada da təkbətək ayı verilib. 864 manat. Deməli 4 ayda 800 manat. Ot biçənin pulu da 64 manat artıq ödəyəcək. Kreditlə aldığı üçün nə qədər artıq pul ödəyəcək? Və mən bunu şifahi dedim. 864'dən çıxarıq 800'ü, ot biçənin pulunu bərabərdir 64 manat. Mən bunlarda manat yazmıram, amma sonda göstərmişəm. Və buna da cavab yazaq ki, 64 manat artıq ödəyəcək. 64 manat əlavə ödəyəcək. Əlavə ödəyəcək. Bu uşaqlar səhifə 41'də olan məsələlərdir. Ödəyəcək. Əgər başa düşməsəniz, gözəl balalar, təkrar bir də baxın. Yox, yenə başa düşməsəniz, mənim bəlkə izahlarım sizə aydın olmur. Onu yazıb bildirə bilərsiniz ki, mən daha sadə dildə izah eləyim sizə, uşaqlar. Amma çalışın ki, dərslərinizdən zəifləməyəsiniz. Çünki dərsləriniz çətinləşib. Öyrəndiyiniz hər mövzunu yadda saxlayın. Bu sizə gələcək siniflərdə lazım olacaq. Bu qədər uşaqlar.